İstəyirsiniz. Dostlar, ben sizlərlə təzədən bir də şahmat videosu ilə qarşınızdayım. Dostlar, bugün bu niyə olur? Nəysə, dostlar, bugün sizlərlə gördüyünüz kimi şahmat oynayacağıq. Şahmat videosuna qarşınızdayım. Təzədən bu dəfə analiz yox, şahmat oynayacağıq. Bu arada dostlar, Norveç Chess oyununu birinci yerdən Magnus Carlsen tamamladı. Əgər baxmadıysanız deyim. Birinci yerdə Magnus Carlsen, ikinci yerdə Gukesh, üçüncü yerdə Fabiano Caruana, dördüncü yerdə Hikaru Nakamura, beşinci yerdə Arjun Ergasi və altıncı yerdə də Vei'yi sıralanma belə oldu. Dostlar, bildiyiniz kimi digər kanalımda da mənim 83 abunəçim var. O videoya da abunə olub like atarsanız, yəni o kanala da abunə olub və digər videolara like atarsanız çox sevinərəm. Dedikdən sonra gəlin rəqib axtaraq. Rəqib Avstraliya düşdü. Dostlar, indi bugün oyun oynayaraq analiz eləməyə çalışacağıq. Gəlin başlayaq. Rəqib Y4 oynadı. C5, at F3, Sicilya oynadı. At C6, klassik variant. Mən D4 ilə oynamaya davam edəcəm. Açıq Sicilya variantı. Bunu da vura bilər, amma düzgün geçərsə F6-dır. Y5, bu da olar. Burada dostlar, variant belədir. At B5 gəlib D6-ya uçma eləyəcəm. Rəqib D6 oynayacaq 6-ya, sonra buradan mən də cümə eləməyə çalışacaq. Bu gediş, o qədər yaxşı gediş deyil məncə, çünki C3-dən sonra cümə eləyirəm. Amma düzdür, atımın bura gəlməsini əngəlləsə, atımı D6 ilə şah verəcəm. Bu vurandan sonra da məzrim eşi yerə yanacaq. At Y7. Fil J5-ə F6 var. Amma gələcəm ki, F6 oynasın, sonra bəlkə fil C4. Aha, Qalakofuma gəldi. Fil C4 gəlib, bunu bağlayıram F6 oynamasın. Bu atı bir şəkildə oradan göndərə bilsəydi, J5 gedişi məncə səhv olar. Bunu necə edəcəm? Şah mərkəzdə qoyub. Fil D5 ətər olar. At D5 vuram bir, vəzir vuram. Fil D5. Necə pis gediş deyil. Bunu vuraram. Vurandan sonra da bunu vuraram. Buna baxın məsələn, şah F6 gələnmir. Şey. Yine vuranlar. Biraz tez oynayaq. Ama vaxtı rehinləşdi. Dostlar, burada aha J5 gəldi. Bir D3 etsəm, at D5 vuracaq yəqin ki. At D5, Y5 yorulmasa vəzir D5 vurum. Vəzir H6 da vura bilərəm. Yox, gəl bundan vuraq, sonra bunu vuraq. Sonra H4 oynayaq. Bunu da vura bilərəm əslində. Ya, bunu vuracam. At D5, H4. At belə. Abi, yaxşı oldu. Onun üçün. Bu vəziri mən H5-ə qaçsam, at J3-ə H3 vuracam. Ki, xəttim açılsın. Ən misalda uzun qal quraram da, yəni. D6 gələk. Mat deyil, dostlar. Yo, mat deyil, amma oduram yine buranı. Ha, vuram. Qəşək. Həm dostlar, bunu da. Yaxşı vəziyyət aldıq. D6 nəticəsində bir dənə uzun qal qurub topumuzu aktivləşdirək. Bunu vuraq. Onsa çünki bu buradan çıxsa buralar bəlkə həll eləmək olar. Təzədən bir də gələk. Fil B7 topları dəyişdirəcəm. Bu həmçin sərf eləyəcək. Bir dənə də belə gələk.
atımı Y4-dən çıxartacağım. J5-dən şəf verəcəm. Bunu vuramır. Vura bilmir. Bəlkə belə gələk. Ona da bunu vuracam. Vursa bunu vururam. Bir dəqiqə belə. Belə. Vurmadı. At B6 artıq məcburdur ki, fil E7 oynasın. Yaxşı. Təslim oldu. Bir də oynamayacağım, çünki başqa rəqlərlə oynamaq istəyirəm. Gəlin dostlar, analiz eləyək. Bu oyunu 78,2 dəqiqəlik oynamışıq. Rəqib nə qədər oynamışdı? Rəqib 70 dəqiqəlik oynadı. Rəqib 1300 kimi oynayıb, biz 1700 kimi oynamışıq. Gəlin başlayaq. Y4, C5, F3, At D4, buralar bilindikdir, At B5 gəlirlər. Baxın dostlar, dedim ki, bu gediş qeyri-dəqiq gedişdir, yaxşı gediş deyil. Amma bizim burada at C5 lazımmış. Biz C3 oynayırıq. Buraya yandan sonra 1,4 üstünlüyümüz olur. At D6 yerindən fil Y3. Deyəcəsin, yaxşı gediş oxşamır. Pis niyə? Bax, buraya gəlir. Deyəcəm. Bunu vurur. Sonra vəziyyətimiz az koralmış kimi olur. At D6 var, At D6 var. Filiyə ola bilərmiş, bəli. Bunu gəldi, burada bunu vurması düzülmüş. Vəzir D6-ya, at Y7 bir də səhvdir. Burada at A3 belə gəlməmiz lazımmış. Qala qurmaya fil C4, H6-ya fil belə, A6-ya isə fil D5, A4 oynamamız var. Top E8, J5 düzdür. Amma dostlar J5 biraz riskli geçti, pis niyə? J5 fil G100, sonra H4 gəlirəm. Buranı açandan sonra həm də bunu görəcəyim başladır. At D5, Y5. At məsələn Y7-yə qaçsa, vəzir H6, at D5, H4. Görək kim üstündür? Biz üstünəyik. Buraya gələndə, vəzirləri dəyişdirmək istəyəndə də qorxusuz bir şəkildə H5 ilə vurmaq olar. Burada keçib pedamız var. Amma daha yaxşı gediş var. Görək hansı gedişdir. Buraya etməyə vəzinə top H6 ilə vurmaq daha yaxşıdır. Fil Y5 bunu istəyirəm çünki. Fil Y5 vurub top H8 mat. Dostlar, top Y8 at D2, J5 fil J3, at D5, Y5 belə gəldi. Vəzir H6 düzgün gelişdi. At F5 iki taş düzüm edir. Vəziri ən düz dostlar yer getmişik. Bura! Əslində burada yetirə bilərəm. Burası at J3 deyirəm də, bura yaxşı olmaz. 6 var. Buna üzüm edəcək, belə falan. Biz ən yaxşı yeri getirmişik. Vəzir H5. At J3 səhvdir təbii ki də. H3'dən sonra buraya istəyirəm buranı. Burada vəzir F6 gəlmək lazım idi. Çünki bu damanı mütləq tutmalıdır. Belə at Y4 gəlsək, vəzir J7-yə at J5 vursaq. Olar. At J5'dən başqa bir geliş var. Məncə dostlar at D6. At D6 da olar, amma at J5 də yaxşı gedişdə. H7 istəyirəm. Vəzirləri dəyişdirmək. Dəyişdirsəm belə ola bilərəm. Və burada oyuncu dostlar vəzir F6 lazım. 8 səhvdir. D6 yeni vəzir H6 şart deyil deyə. D6 mat var imiş. Gelişi matı görməmişəm. Bu gelişdə dostlar yaxşıdır. Amma mat tabii ki daha yaxşıdır. D6'dan sonra buranı qoymuruq girməyə. Vəzir F6-ya, vəzir H8, vəzir H8, top H8. Təbii ki də klasik oyun deyil. Buna görə də biraz daha sürətli oynayıram. Şah J7, top Y8, F5'e də artıq aydın məsələdir ki, bura oluşdu. At C5 burada. O F8 olarmış. At C5 də pis gediş deyil.
Burada dostlar deyir bunu vur, amma bunu vuranda da topa 8 vururam. Yəni burada çox şey dəyişmir. At B6 artıq uduş gelişidir. İki taş da istəyirəm. Məlfil B7 oynasa dəyişdirirəm. Vururam, bunu vururam. Top B8 oynasa atla bunu vururam. Bura gələnmir. Bura gəlsəydi bunu hücum edəcəkdi. Burada belə gəlib bunu ala bilərdi. Amma gələ bilmədiyi üçün D7 oynayacağım. Topumu çəkəcəm. Bunu qoruyacağım. Atımı bəlkə bura çəkib vəzir çıxacam. Belə. Dostlar, inşallah ki videomu sevmişsinizdir. Eğer videomu sevdiyseniz aşağıda like atıp kanala abone olmayı unutmayın. Teskomda dostlar reytingim aşağıdır. Ama lisesi reytingim daha çoxdur Blitz'də. Və Rapid'də də daha çoxdur. Klasik çox oynamıram. Onun reytingim 1500 falandır. Dedikdən sonra dostlar o birisi kanalıma da abone olmağı, həmçində bu kanalda abone olub like atmağı unutmayın. Diğer videolarda görüşmek üzere. İndi bay bay.